Gözləriniz kəlləyinizin içində təkcə duran bir kameradır. İndi məni görürsüz, bəs aslında ağlınız bu sıfatı düzənləyir. Gəlin gözümüz nə şəkil işləyir ona baxaq. Gözümüzün 3 əsas yeri var. Əgdəki şəffaf qatın adı kornea. Işığı ilk görən yerimizdir. Həmə bir ənsəsindəki gözümüzün ədəsəsi. Bıdıq işıqları düzənlər. Əyənsə dəxə retina dediğimiz milyonlarla nörondan olan bir şəşə var. Işıq korneamızdan keçər. Ədəsə də qırılır və bıd retinanın içindəki o sarı nöqtəyə düşər. Bu nöqtədə işığı işarələrə çevirir. Bu işarələr aklımıza gider. Bəs sıfatlar retinamıza təsəlsinə düşər. Aklımız özünü rəsən düz elər. Gəlinizdə niyə gözlük geydiğimizi dıqayladım. Əgər gözünüzün dəqiqəmisi bir çox uzunuysa, işıq retinanın öyginə düşər. Buna miyopiya deyirik. Bundan olanlar uzağı görənməz. Əgər bu dəqiqəmi qısa isə, işıq retinanın bir kərə ənsəsinə düşər. Buna axı hyperopiya deyirik. Yəni yaxını görənməz. Bu gözlüklər göz ədəsəmizə yardım edir və işığı yerinə qoyar, düzgün görürük.